Boz çürümə, grey mold, Botrytis cinerea göbələyi tərəfindən törədilən və geniş yayılmış bir bitki xəstəliyidir. Bu xəstəlik xüsusilə istixana şəraitində, həmçinin saxlama və nəqli zamanı məhsula ciddi zərər verə bilər. Mənbələrə əsasən boz çürümə haqqında əsas məlumatlar aşağıdakılardır. Simptomlar. Boz çürümə bitkinin bütün yerüstü hissələrinə yoluxa bilər və adətən yaralanmış toxumalardan daxil olur. Gövdə və yarpaqlar. Yarpaqlarda zədələnmiş yerlərdən başlayan V şəkilli nekrotik ləkələr yaranır. Gövdədə isə açıq boz rəngli, tüçüklü kif inkişaf edir ki, bu da yüksək rütubətdə bitkinin gövdəsini tamamilə bürüyərək onu öldürə bilər. Meyvələr. Meyvənin saplaq hissəsində yumşaq çürümə müşahidə olunur. Meyvələr üzərində boz qəhvəyi sporlu ləkələr yaranır və bu zamanla sulu çürüməyə çevrilir. Ruh ləkəsi, ghost spot. Meyvə günəş işığına və yüksək temperatura məruz qaldıqda xəstəliyin inkişafı dayanır və meyvə üzərində kiçik, ağ və ya solğun sarımtıl yaşıl həlqələr yaranır. Bu ləkələr məhsulun bazar keyfiyyətini aşağı salır. Ştillər. Tingiliklərdə ştillərin kök boğazının rənginin dəyişməsinə və onların məhv olmasına, damping off səbəb ola bilər. İnkişaf şəraiti. Ətraf mühit. Xəstəlik yüksək rütubət, durğun hava və mülayim temperaturlarda, təxminən 18-23 dərəcə ən şiddətli həddə çatır. Buludlu və sərin havalar infeksiyanın yayılması üçün ideal şərait yaradır. Qidalanma. Bitkinin qida statusu xəstəliyə qarşı həssaslığına təsir edir. Məsələn, nəzarət olunan şəraitdə azotun N konsentrasiyasının artması pomidor bitkisinin boz çürüməyə qarşı müqavimətini artıra bilər. Digər tərəfdən, toxumalarda kalsium, Ça çatışmazlığı saxlama zamanı çürümə riskini artırır. Kaha bitkisində aparılan tədqiqatlar göstərir ki, kalsiumun azlığı və kaliumun K həddindən artıq olması infeksiya dərəcəsini yüksəldir. Mübarizə və nəzarət tədbirləri. 1. Havalandırma. İstixanalarda rütubəti azaltmaq üçün havalandırma sistemini gücləndirmək və hava sirkulyasiyasını təmin etmək vacibdir. 2. Sanitariya. Yoluxmuş bitki hissələri, budama qalıqları və bitki zibilləri vaxtında kənarlaşdırılmalı və məhv edilməlidir. 3. Bitki məsafəsi. Bitkilər arasında kifayət qədər məsafə saxlamaq hava axınını yaxşılaşdırır və xəstəlik riskini azaldır. 4. Kimyəvi mübarizə. Xəstəliyin ilk simptomları görünən kimi müvafiq fungisidlərin, göbələk əleyhinə preparatlar tətbiqi tövsiyə olunur. Boz çürümə ilə mübarizəni bir qalaya bənzətmək olar. Havalandırma və düzgün məsafə qalanın divarlarıdır, müdafiə. Sanitariya daxildəki casusları təmizləməkdir. Fungisidlər isə hücum edən düşmənə qarşı istifadə olunan əsas silahdır.